Özəl sektor satın almalarında biznesin kəsilməzliyini, yəni davamlılığını təmin edən ən vacib faktorlardan biri nədir? Buna belə cavab verə bilərik: düzgün qurulmuş təchizat münasibətləri, yəni strateji tərəfdaşlıq. Biz təchizatçılara sadəcə malı aldığımız bir satıcı kimi yox, şirkətimizin kənardakı bir departamenti kimi yanaşmalıyıq. Lakin təəssüf ki, satın alma proseslərində tez-tez çox ciddi bir səhvlə qarşılaşırıq. Xüsusilə yekun qiymət razılaşdırılması zamanı əlavə endirim və ya güzəşt qopartmaq üçün təchizatçını sıxmaq. Bəli, o an kənardan baxanda massadan qalib kimi ayrıldığınızı düşünə bilərsiniz. Lakin təchizatçının mənfəət marjasını yox etdikdə əslində öz biznesinizi böyük risk atmış olursunuz. Çünki qazanmayan təchizatçı gec-tez mütləq keyfiyyətindən kəsməyə və ya xidmət səviyyəsini aşağı salmağa məcbur olacaq. Unutmayın, zəiflədilmiş təchizatçı sizin biznesinizi gücləndirə bilməz. Bu cür qısa müddətli qələbələr bizi hədəflədiyimiz win-win, yəni iki tərəfli qazan-qazan prinsipindən tamamilə uzaqlaşdırır. Əsl peşəkar satın almaçı təchizatçını əzən yox, onunla birlikdə prosesləri optimlaşdırıb, hər iki tərəf üçün ortaq dəyər yaradan şəxsdir. Bəs təchizatçılarla bu sağlam balansı necə qurmaq olar? Qiymət danışıqlarında həm öz büdcəmizi, həm də partnyorun təqdim etdiyi keyfiyyəti necə qoruya bilərik? Bütün bu danışıq texnikalarını və real keysləri praktiki satın alma bacarıqları təlimimizdə detallı şəkildə müzakirə edirik. Təlimdə görüşənədək.